vaxtınız xeyir. Bu günləri Fransadayıq. Fransanın Lille klubu ilə İngiltərənin Liverpool klubu üzləşir, qarşı-qarşıya gəlir. Bu arada onu da qeyd edirəm ki, biz Liverpool klubuyuq. İndi gedirik oyuna və əgər Liverpool utsa bir üstünə yüksələcək və gördüyünüz kimi meydançada oyuncular meydançaya gəlir. Bir tərəfdə Fransa çempionu Lille, digər tərəfdə isə İngiltərə çempionu Liverpool. Və gördüyünüz kimi oyuncular, bu da heyətlər gördüyünüz kimi. Bəli, bu da bizim heyətimiz, yəni mənim komandamın heyəti. Çox maraqlı bir üçlüdür həqiqətən də. Çox maraqlı bir oyun olacaq. Bəli, bu Lille oyunçusudur, Lille komandasının oyunçusudur və oyuna başladıq. İndi əks hücumu qururuq. Alexander Isak, Nico Williams, Nico Williams'ın zərbəsi top dirəyə dəyib qapıçının quzağına gedir. Mateusz qapıda idi. İndi Mateusz başlayacaq. İndi əks hücumu qurmaq olardı. Bu Andre'dir bu. İndi Isak ondan aldı. Nico Williams Aktürk oğlunu gördü amma pası ötürə bilmədi. İndi Osimhen fərqləmə gedir. Osimhen qapıya zərbə və qapıçı qaytardı zərbə. Dəf elədi zərbəni. Allah indi ortalayacaq indi içəri. Ortaladı. Van Dijk'a gəlməmiş. Hücum müdafiəçilər qarşıladılar topu. İndi topa çata bilən bu kimdir? Bilmədim. Van Dijk, Nico Williams, Nico ortalayır, Nico qapıya zərbə və gol. Isak fərqlənir. Alexander Isak fərqlənir. Liverpool hesabı açır. İndi Lille hücuma getmək niyyətindədir, amma bu niyyəti puça çıxır. İndi əks hücumu qurmaq ola bilər. Bəli, bu hakimə dəydi top. İndi Alexandro Nico Williams aldı ondan. İndi Phil Foden topa çatmaq niyyətindədir, amma daha çata bilmir. Çatdı və pası çatmışdı, amma itirdi yenidən. Capella. Carma zərbəsi qeydə alınır. Osimhenin bu səhv hərəkətindən sonra. İndi əks hücumu quran Lille komandasıdır, amma top bizdədir yenə. Nico Williams. Qapıçı yerindən çıxır və topa sahib olur. Lille da bisək utsa Liverpool keçəcək növbəti mərhələyə. Carma zərbəsi qeydə alınmadı. Kobud oynanmışdı Alexandro. İndi topu verdi Capella'ya. İndi Alexander Isak. Osimhen aldı topu. Komanda yoldaşına verdi, amma başqa rəqib komandanın oyuncusu götürdü. İndi Mukau'du topu zərbə. İndi bu da Gudmunds'un top. Gudmunds'un idi, amma ala bilərdi. Amma oyuncumuz geri qaçdı. İndi bəli, Osimhen hücumu qurur. İndi Aktürk oğlunda top. Nico Williams. Oradan zərbə gələ bilərdi, amma gəlmədi. Çünki out atışı oldu. Virgil van Dijk, Alexander Isak. Yenə qapıcı topu götürür qucağına. Mateusz. Əli ilə başladı. Burada Diakate var. Diakate və ilk hissə başa çatır dostlar. İlk hissə başa çatır. İlk hissədə 1-0'dır. Gördüyünüz kimi reklamdır yenə. Və reklamı izləyək. Bu günləri izləyək reklamı. Və ikinci hissəyə başlayırıq. İkinci hissəyə başladıq və onlar başlayan Lille komandası başlayır. Capella'nın pasında. İndi bu Gudmundssondur. Gudmundsson pası verdi Haraldsona. Haraldson indi top Capella'dadır və hücum qurmaq ola bilərdi, amma Aktürkoğlu araya girdi. Kerem Aktürkoğlu Nico Williams'ı gördü orada. Nico Williams və cərimə zərbəsi qeydə alınır. Və sarı vərəqə ilə cəzalandırılır Alexandro. Phil Foden'ın ötürmə pasından da görə pas sata biləcəkmi? Osimhen qapıya zərbə offside düşdü Osimhenin. Offside qeydə alındı. Qapıçı başladı, ancaq səhv etdi qapıçı. Səhv yerə başladı. İndi Aktürkoğlu əks hücumu qurmaq olar. Aktürkoğlu'nun zərbəsi Foden'ə çatmamış. Müdafiəçilər dəf edilər. Jonathan David top aldı. İndi qapıçı ilə oynayır. Qapıçı ilə oynadı və Haraldson hücuma gedir. Lille hücumu qurur gördüyünüz kimi. Lille hücum indi biz almışdıq yenə Capella'ya qaytardı. Zəif pas itkisi yaşadıq. İndi Zegrova'nın oturması. Qapıya zərbə Suarez pası verdi, amma Alexandro Phil
Phil Foden əks hücumu qurdu. Nico Williams hesabı 2-0 edə bilər. Qapıya zərbə və gol. Oy da çölə çıxdı. Biz gol demişik, çölə çıxdı. Və ilk dəyişiklikdə elədi Lille komandası. İndi qapısı başlamışdı. Pas itkisindən yaşadı. Van Dijk. Nico Williams. Mateus. Nico Williams. Qapıya zərbə və gol. Oy da dirək. Dirəyə dəydi top. Yenə top dirəyə dəydi. Andre indi hücumu qurmaq istəyir. Andre Alexander Isak qapısı qarşısındaydı. Nico Williams. Pası indi verdik. Kimdir bu? Phil Foden indi ortalayacaq içəri. Phil Foden qapıya zərbə aktiv oluna icazə vermədilər vurmağa. Dəf etdilər hücumu. İndi Patrick Andre. Zegrova pas verdi. Və top orta çıxır və maç başa çatır. Liverpool 1-0 qələbə qazanır və adını 8-də 1 finala yüksəldir. Maçın adamı da Alexander Isak olur. Tək yeganə qolun müəllifi idi o və Merseyside-da maç başa çatır və oyuncular yavaş-yavaş soyunma odalarına gedirlər və bugün sizinlə mən 211 miri idi. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti oyunlarda görüşənə qədər öpdüm sizi.